Tavuşda yeni xətt çəkildi. Hansı ərazilər Azərbaycana keçdi? Amerika Birləşmiş Ştatlarından Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama. Trump marşrutunun tikintisi tezliklə başlaya bilər. Trumpın NATO qərarında Türkiyə iddiası. İsraillə qarşıdurma olacaq. Obama Bush rədd etmişdi. Trump isə Hörmüz boğazı onlar üçün əbədi olaraq bağlı olacaq. Əzizi. Ermənistanın Tavuş vilayətində yerləşən Kirants kəndi ətrafında Azərbaycan-Ermənistan sərhədində aparılan delimitasiya və demarkasiya prosesinin nəticələri artıq açıq şəkildə görünməyə başlayıb. Axar TV müsavat.com-a istinadla xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə Bağanis-Bibiş istiqamətində sərhədin bəzi hissələrində nişanlama işləri hələ 2024-cü ildə həyata keçirilsə də, dəqiq koordinatların olmaması səbəbindən bu dəyişiklikləri xəritədə tam göstərmək mümkün olmamışdı. Uzun müddətli müşahidələrdən sonra yenilənmiş məlumatlar əsasında Kirants kəndi ətrafında baş verən dəyişikliklər Google Earth platformasında vizuallaşdırılıb. Xəritədə sarı xətt mövcud sərhədi, qırmızı xətt isə 1976-cı il SSR baş qərargah xəritəsinə əsasən yerində çəkilmiş yeni sərhədi əks etdirir. Bundan əlavə, qəhvəyi rənglə işarələnmiş ərazilərin Azərbaycanın nəzarətinə keçdiyi bildirilir. Trip nəqliyyat dəhlizi proqramı Amerika Birləşmiş Ştatları üçün prioritetlərdən biri olaraq qalır. Axar TV xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin nümayəndəsi bildirib. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump'ın administrasiyası əvvəlki kimi TRIP proqramının həyata keçirilməsinə sadiqdir. Bu layihə Vaşinqton üçün əsas prioritetlərdən biri olaraq qalır. Çünki Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülh və rifaha kömək etmək potensialına malikdir. O qeyd edib. Amerika Birləşmiş Ştatlarının Xarici Siyasət İdarəsinin nümayəndəsinin sözlərinə görə, TRIP nəqliyyat dəhlizi iqtisadi artım imkanlarını genişləndirərək regionda fasiləsiz beynəlxalq və daxili əlaqəni təmin edəcək. TRIP proqramının son məqsədləri Ermənistan və Azərbaycanın rifahı və təhlükəsizliyini möhkəmləndirmək, regional ticarət və əlaqələrin inkişafı hesabına Amerika Birləşmiş Ştatlarının ticarət imkanlarını genişləndirmək, həmçinin Mərkəzi Asiya və Xəzər regionundan Avropaya yeni tranzit əlaqələri yaratmaqdan ibarətdir. Dövlət Departamentinin nümayəndəsi deyib. Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə 7 bənddən ibarət birgə bəyannamə imzalanıb. Bu sənədin bəndlərindən biri regional kommunikasiyaların blokdan çıxarılması çərçivəsində Zəngəzur dəhlizinin işə salınmasına aiddir. Bundan əlavə, Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişi paraf ediblər. Ermənistanın TRIP və ya Trump marşrutu layihəsində üçüncü tərəfdaşlara ehtiyacı olacaq. Axar TV xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan deyib. O bildirib ki, dünyada və regionda gedən o qədər də əlverişli olmayan proseslərə baxmayaraq, Ermənistan və Amerika Birləşmiş Ştatları arasında TRIP layihəsinin həyata keçirilməsi istiqamətində ikitərəfli işlər davam edir. Hazırda sənədləşmə mahiyyət etibarilə dövlətlərarası müqavilənin razılaşdırılması mərhələsindəyik. Ümid edirik ki, mümkün qədər tez növbəti tikinti mərhələsinə keçəcəyik. Məhz burada üçüncü tərəfdaşlara ehtiyacımız olacaq. Əlbəttə, müqavilə ikitərəfli olacaq. Razılaşma və layihə Ermənistanla Amerika Birləşmiş Ştatları arasında olacaq. Amma tikinti mərhələsində, eləcə də sistemlərin idarə olunması mərhələsində tərəfdaşlara ehtiyac yaranacaq. Mirzoyan qeyd edib ki, layihə iki tərəfli olsa da, Çindən tutmuş Portuqaliyaya qədər bir çox ölkələrin maraqlarına uyğundur. Qonşularımız barədə danışmıram belə. TRIP başqa planetdə yerləşmir. Onun bir ucu Azərbaycana bağlanmalıdır. Digər ucu isə Naxçıvandan keçərək yenə Azərbaycanda tamamlanmalıdır. Amma onun məntiqi davamı Yeraz vasitəsilə Ermənistanın dəmir yolu şəbəkəsi, Qars-Gümrü dəmir yolu qovşağı və Türkiyənin dəmir yolu şəbəkəsidir. Mərkəzi Asiya ölkələri bu layihəyə xüsusilə böyük maraq göstərirlər. Dünən burada Qazaxıstanın Xarici İşlər Naziri ilə görüşümüz oldu. O, Qazaxıstanın Nəqliyyat Naziri ilə birlikdə Ermənistandaydı. Yaxın Şərq ölkələri də bu mövzuya maraq göstərirlər. Hələlik ictimaiyyətlə bölüşə biləcəyim konkret bir şey yoxdur.
Kentin sözlərinə görə ölkənin alyansdan ayrılmaq istəyinin arxasında duran əsl səbəb Türkiyə ilə İsrail arasında yarana biləcək mümkün gərginlikdə Vaşinqtonun Təl-Əvivin tərəfində yer almaq niyyətidir. Bu iddialar Amerika Birləşmiş Ştatları siyasətinin real istiqamətini əks etdirmir. Amerika Birləşmiş Ştatlarının xarici siyasəti ayrı-ayrı şəxslərin mövqeyinə deyil, çoxsaylı institutların və uzunmüddətli strategiyaların təsiri ilə formalaşır. Bu baxımdan NATO Vaşinqton üçün yalnız hərbi ittifaq deyil, həm də qlobal təsir alətidir və ondan çıxış ciddi siyasi konsensus və struktur dəyişiklikləri tələb edir. Son dövrlərdə Donald Trump'ın NATO ilə bağlı sərt açıqlamaları daha çox siyasi təzyiq vasitəsi kimi qiymətləndirilir. Bu cür bəyanatlar alyans daxilində Amerika Birləşmiş Ştatları maraqlarını gücləndirmək məqsədi daşıyır. Türkiyə-İsrail münasibətləri isə tarixən dəyişkən olub. Amerika Birləşmiş Ştatlarının İsraili dəstəkləməsi məlumdur. Lakin bu, Türkiyəni tam qarşı tərəfə itələyəcəyi qədər sərt xətt deyil. Türkiyə NATO üzvü kimi Vaşinqton üçün strateji əhəmiyyət daşıyır və Amerika Birləşmiş Ştatları indiyə qədər hər iki tərəflə balans siyasəti aparmağa çalışıb. Nəticə etibarilə Amerika Birləşmiş Ştatlarının konkret regional gərginliyə görə NATOdan çıxması real görünmür. Alyans daxilində fərqli yanaşmalar mövcud olsa da, NATO hələ də Amerika Birləşmiş Ştatlarının qlobal liderliyinin əsas sütunlarından biri hesab olunur və bu məsələ tək bir regional ssenari ilə izah edilə bilməz. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'dan başqa heç bir prezident İsrailin baş naziri Benyamin Netanyahunun İrana hücum planını qəbul etməyib. Axar TV xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının keçmiş dövlət katibi John Kerry deyib. Netanyahu Obamanın prezidentliyi dövründə də İrana hücum planlarını təqdim etmişdi. Obama bu planı rədd etmişdi. Biden və Bush da daxil olmaqla digər Amerika Birləşmiş Ştatları prezidentləri də bu planlara qarşı çıxıb. Trump İrana hücum planını qəbul edən yeganə Birləşmiş Ştatlar prezidentidir. O bildirib. Amerika Birləşmiş Ştatları və İsrailə məxsus və ya onlarla əlaqəli olan hər hansı bir neft tankerinin Hörmüz boğazından keçməsi əbədi olaraq qadağan ediləcək. Axar TV xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi deyib. Mənşəyi və təyinat yeri İsrail olan bütün gəmilərin keçidi də qadağandır. O əlavə edib. Əzizi bu qadağanın İranın proksi qüvvələrinə qarşı tədbir görən ölkələri də əhatə edəcəyini bildirib.